Çox sağ olun. Təşəkkür edirəm ətraflı məlumatlara görə. İndi isə mənim macəram piyada davam eləyəcək. Və beləliklə, gəldik çatdıq Dilman şəlaləsinə. Niyaldağ silsiləsinin yamacında yerləşən möhtəşəm görünüşlü Dilman şəlaləsi haqqında sizə məlumat vermək istəyirəm. Hündürlüyü 12 metrdir. Dəniz səviyyəsindən 950 metr yüksəklikdə yerləşir. Bura gəlmək üçün Ağsunun Dilman kəndinə gəlmək lazımdır. Kənd mərkəzindən Dilman şəlaləsinə qədər 3 kilometrlik bir məsafə var. Marşrutun müəyyən bir hissəsində yolsuzluq avtomobili ilə gələ bilərsiniz. Daha sonra isə əsas marşrut piyada, yəni hiking marşrut hesab olunur. Təxminən 1 saat və ya 1,5 saata şəlaləyə gəlib çıxa bilərsiniz və 7 yaşdan yuxarı uşaqlar üçün uyğun marşrutdur.